Məsələni bu qədər qəlizləşdirməyə ehtiyac yoxdur. İndi elektron xidmətlər portalı ilə hər şey çox sadə və əlçatandır. Müdafiə Nazirliyinin rəsmi veb-saytında müvafiq bölməyə və ya e-xidmət.mod.gov.az elektron ünvanına daxil olaraq Müdafiə Nazirliyinin elektron xidmətlər portalına keçid edə bilərsiniz. Proses çox sadədir. Müvafiq bölməyə keçid edərək Digital Login vasitəsilə hesabınıza daxil olun. Giriş üçün QR kod və ya digər üsullardan istifadə edə bilərsiniz. İndi isə müvafiq bölməyə keçid edərək yeni müraciət yaradın. Gizlilik siyasəti ilə mütləq tanış olun. Bu xidmətdən istifadə etmək üçün gizlilik siyasətini qəbul etməlisiniz. İndi isə xanaları dolduraraq müraciətinizi göndərə bilərsiniz. Zərurət yaranarsa, müvafiq hissədən əlavə fayl yükləmə imkanı da mövcuddur. Müraciətiniz qəbul edildi. Bununla bağlı müvafiq bildiriş alacaqsınız. Müraciətləriniz qısa müddətdə araşdırılıb cavablandırılacaq. Müraciətiniz cavablandırıldı. Cavab şəxsi kabinetinizə göndərildi. Elektron xidmətlər portalında həmçinin təkrar hərbi xidmətə qəbul üçün müraciət etmək mümkündür. Müvafiq məlumat və sənədlər əlavə edildikdən sonra müraciətinizi tamamlaya bilərsiniz. Həmçinin nəzərinizə çatdırırıq ki, elektron kabinet vasitəsilə Azərbaycan ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları mənzil növbəsini sorğulaya bilərlər. Sizin etimadınız bizim məsuliyyətimizdir.